Şəhidlik məqamı elə bir məqamdır ki, Allah qatında o məqama çatmaq hər insana nəsib olmaz. Hətta Peyğəmbərimizdən hədis var ki, vətəni sevmək imandandır. Biz vətəni sevərək, bu vətən minəl iman. Biz vətəni sevdik. Həmin o şəhidlərimiz, o Şuşanın dağlarını əli yalın ki qalxdılar ki, onları biz görməmişik də. İndi onlar orada onun nələrinə şahid oldular. Şəhidlər nəinki İslam dinimizdə, həm də milli mənəvi dəyərlərimizdə də dərin izlər buraxmış. Bismillahirrahmanirrahim. Və bihi nəstəyin. Əziz və möhtərəm izləyicilər, sizə salamlayırıq. Azərbaycanın müqəddəs şəhidlərini hörmətlə anırıq. Bildiyiniz kimi bu ərəfələr 44 günlük vətən müharibəsində şəhid olan əzizlərimizin xatirələri əbədiləşdirilir. Onların ruhlarının şadlığı üçün məscidlərdə dualar oxunur, Quranlar xətm olunur. Biz də düşündük verilişdə, bu proqramımızda şəhidlərimizin ruhları haqqında, ümumiyyətlə onların məqamı haqqında, əzəməti haqqında, onların gördüyü işin bərəkəti haqqında söhbət edək. Qonağımız Qafqaz Müsəlmanları İdarəsinin Naxçıvan Muxtar Respublikası üzrə qazısı Əli Orucovdur. Salamlayıram sizi, xoş gəlmisiniz Əli müəllim. Mən də sizə salamlayıram, təşəkkür edirəm. Razı olsun. Biz yer yemişən ilk öncə təbrik edirik sizi qazı olmağınız münasibəti ilə. Allah mübarək edəsin, xalqımıza xeyirli olsun inşallah. Amin inşallah, çox sağ olun. Mən də sizi salamlayıram, sizin daimi izləyicilərinizi salamlayıram. Təşəkkür edirəm ki, bugün bizi bu verilişə dəvət elədiniz. Naxçıvan Ruhanilər adından da hər birinizə təşəkkürümüzü bildiririk. Allah razı olsun, var olasınız. Bizim salamımızı da çatdırasınız. Təşəkkür edirəm. Aleyküm salam. Şəhidlərimiz haqqında söhbətimiz olacaq. Onların gördüyü işin bərəkəti haqqında Azərbaycanda. Onlar necə bir addım atdılar, necə bir iş gördülər. Canlarını verməklə, qanlarını verməklə necə bir iş gördülər. Bax, buradan başlayaq elə. Uca olan Allahın adı ilə başlamaq istəyirəm. Qeyd etmək istəyirəm ki, şəhid sözünün elə ilk əvvəl gəlin bir mənasına baxaq. Mənası nədir? Şəhid sözü ərəb dilində şahid kökündən götürülmüş, həqiqəti bilən, yəni həqiqəti çatdıran, həqiqətə şahid olan deməkdir. Şəhidlər nəinki İslam dinimizdə, həm də milli mənəvi dəyərlərimizdə də dərin izlər buraxmış. Mən özüm 90 təvəllüdəm, hərbiçi ailəsində böyümüşəm. Qeyd edim ki, mənim atam 1-ci Qarabağ müharibəsində iştirak eləyib. Hər zaman 1-ci Qarabağ müharibəsindən danışarkən ağlıma bir təsadüf gəlirdi ki, görün müharibə necə olur? Müharibə necə keçib? Necə bu şəhidlərimizi yedirdik 1-ci Qarabağ müharibəsi şəhidlərini ziyarət eləyəndə. Bu şəhidlər necə oldu, şəhid oldu? Bunlar kimi idilər? Tanımırdıq, yəni görməmişdik həmin dövrə aid heç bir şey təsəvvür eləmirdim. 2-ci Qarabağ müharibəsində, 44 günlük vətən müharibəsində biz onları yaşadıq. Bir canlı tarix yaşadıq. Şəhidlik məqamı elə bir məqamdır ki, Allah qatında o məqama çatmaq hər insana nəsib olmaz. Bugün kimdən soruşsan ki, cənnətə girən insandan deyərlər ki, bu dünyaya qayıtmaq istəyərsən, yox deyər, amma şəhidlər qayıdım bir də təzədən gəlim. Çünki şəhidin 70 məqam verirlər, onlardan ən kiçik 10 günahlarının bağışlanması olur. Bugün biz dünyadan köçəndə bizim üçün ən mühüm olan məsələlərimiz bizim günahlarımızın bağışlanmasıdır. Amma şəhidlər üçün bunlar ən axırıncı sıradadır. İnsan baxımından Allah insana o qədər dəyər verir ki, hətta Allah insanı yaradanda özünə əhsənul xaliqin dedi. Bugün həmin o insanlıq, həmin o mənəviyyatı biz şəhidlərdə gördük. Bəli, həqiqətən də şəhidlər elə bir iz qoydular, elə bir məktəbdir də bu. İslamdan gəlib düzdür bu İslam, məktəb. bəli, əlbəttə. Bəli, amma həqiqətən də belə bir gözəl məktəbdir bu. Özü də bu məktəbin yetirmələri nə qədər İmam Hüseyn məktəbi deyərdik biz ona. İmam Hüseyn şəhidlərdə biz dinimizə baxanda İmam Hüseyn əleyhissalam bəzən
bizə sual olunur, bəzən sosial şəbəkələrdə yazırlar ki, indi biz din xadimlərinə yaxınlaşırlar ki, bəs burada deyir Kərbəla hadisəsi nə idi? İki ərəbin hakimiyyət üstündə davası idi. Amma onlar dərk eləmirlər ki, İmam Hüseyn əleyhissalam ailə şərəfi, vətən şərəfi, din uğrunda şəhid oldu. Orada şəhid olmaq elə bir məqam idi ki, insanlar onu bilmirdilər və bugünkü gündə də heç kim onu dərk edə bilmir. Şəhidlik məqamını da biraz dərk eləmək üçün gərək insanda ən azından biraz dini baxımdan, dini mənəviyyat baxımından insanda gərək heç olmasa nəsə olsun ki, insan onu dərk eləsin. Ən azından inanca bağlı olan bir məsələdir də. Məsələn, ola bilər ki, bəziləri düşünsün, əgər axirətə inanc yoxdursa, insan necə gedib şəhid ola bilər? Necə canını verə bilər? O istisna hallar var. Məsələn, hər halda müqəddəslik anlayışı olmalıdır. Xalqa olan məhəbbət olmalıdır, ailəyə məhəbbət olmalıdır, insanlara sevgi olmalıdır ki, bu insanlara görə torpağa sevgi olmalıdır. Yoxsa bəziləri var, onlar üçün müqəddəslik anlayışı yoxdur. Yəni torpaq, quruca torpaq, yəni insandır da, bəziləri deyir ki, insanları niyə bu qədər sevirsiniz? Yəni bu insanlar heç vaxt könüllü olaraq gedib şəhid olmaz. Yəni gedib Allah da nəsib eləməz də. Mən belə başa düşürəm. Biz araşdıranda Azərbaycanımızın şəhidlərinin görürsən ki, əksəri inanclıdır. İnancsızlar da var təbii ki, bir Azərbaycan oğlu olaraq söz yox. Amma mütləq mənada onu axtarsan görəcəksən ki, insanlara sevgisi var, vətənə sevgisi var, torpağa sevgisi var ki, getdi şəhid oldu, canından keçdi. Yoxsa biriləri deyər ki, mən nəyə görə ölüm məhv olum gedim. Bax bu məsələ var. İnsan gərək axirətə inancı, etiqadı olsun ki, mən canımı verməklə ölüb məhv olmuram da. Bax bu əsas məsələdir. Şəhidlik məqamında biz bəzən baxanda Quran-Kərimdə, müqəddəs kitabımız olan Quran-Kərimdə və hədislərdə şəhidlik məqamından çox danışılır. Deyir ki, Quran-Kərim Bəqərə surəsinin 154-cü ayəsində buyurur ki, Allah yolunda öldürənlərə ölü deməyin. Onlar diridirlər və Allah yanında ruzidən bəhrələnirlər. Baxın, elə biz bunlara ona diri demək, ölü demək bizə yaraşmaz. Hətta Peyğəmbərimizdən hədis var ki, vətəni sevmək imandandır. Biz vətəni sevərək, qul vətən minəl iman. Biz vətəni sevdik. Həmin o şəhidlərimiz vətəni sevərək. Bugünkü gündə o 44 günlük vətən müharibəsində o Şuşanın dağlarını əli yalın ki qalxdılar ki, onları biz görməmişik də. İndi onlar orada onun nələrinə şahid oldular. Bir də şəfaətçil məsələsi var, şəhidlərin şəfaətçil məsələsi var. Bu Naxçıvanda şəhid ailələrini ziyarət eləyəndə bir gün bir ailəyə getdik, şəhid ailəsinə. Orada şəhidin nənəsi ilə oturdu, danışdı və vurğuladı ki, mən ağır xəstə idim. Bakıdaydım, gəlmişdim Bakıya. Deyir, qayıtmalıydım, qayıda bilmirdim. Deyir, elə ha dönürdüm sağa yerimdə, ha dönürdüm sola ki, qayıda bilmirdim də. Çünki ayaqlarım tutmurdu. Dedim ki, ölsəm də qoy gedim Naxçıvanda ölüm ki, mən elə nəvəmin yanında, nəvəmə yaxın bir yerdə dəfn eləyərsiniz. Deyir, gecə yatdım, deyir, yuxuda durdum, gecə yatdım, deyir, hiss elədim, yanımdaydı. Deyir ki, nənə, sabah gələrsən yanıma, mən gözləyəcəm da. Deyir, oyandım yuxudan, deyir, səhərə yaxın sübh namazına yaxın idi. Deyir, oyandım yuxudan, dedim, ya Allah-u Ekber, bu nə idi, mən nə yuxu gördüm. Üstündən 2 saat keçdi, deyir, oğlum gəldi ki, bəs gedək də. Dedim, axı, bəs mənim ayaqlarım ağrıyır, tutmur. Deyir ki, gəl, gedəcək, narahat olma. Deyir, elə bir sanki mənə güc vermişdi nəvəm. Mən durdum, deyir, gəldim. Deyir, indi də var, deyir, gəlmişəm, deyir, nəvəmin yanına, deyir, gedirəm məzarını ziyarət edirəm. Deyir, hər başdaşına əlimi çəkərək deyirəm ki, sən mənə şəfaətçil oldun. Yəni, bu yaxınlarda bir din xadimimiz var idi. Onunla danışıqla ünsiyyətdə qurulur. Dedi ki, biz bir şəhid anası cümə axşamları günü şəhidin ziyarətinə gedər. Deyir, orada deyərdi ki, bilirsiniz də, bizim şəhidlərimiz İmam Hüseyin şəhidi gedir. Deyir, gelmişlər İmam Hüseyni ziyarət eləməyə. Deyir, İmam Hüseynin yaxın gələndə deyirdilər ki, qayıt geri də, anan gəlib səni gözləyir. Deyir, gəlir həmin gecə anasının yuxusuna girək ki, ana, 4-cü günlər gəlmə, cümə günlər gəlmə, ziyarət elə. Mənim 4-cü günlər biz İmam Hüseyin, şəhidlər ağası İmam Hüseynin ziyarətinə gedirik. Yəni,
bu hadisələr çoxdur. O həmin o dövrdə şəhidlik elə bir məqamdır ki, Allah az öncə də dediyim kimi o məqama hər insanın qismət eləməz. Və bir də Naxçıvanda olarkən bir şəhidin məzarının yanından keçdim. Bizim yoldaşlardan var idi. Sonra ki, hacı niyə baxırsan məzara? Dedim hissələmisiniz? Dedi nəyi? Dedim bizim bu qədər şəhidlərimiz var. Heç şəkillərinə baxanda nə hiss edirsiniz? Deyir necə? Deyirəm ki, Allah onları doğuşdan tam fərqli yaratmışdı. Tam fərqli yaradıb ki, bu şəhid olacaq. Onların üzündə bir nur var idi. Onlar o qədər məhəbbətli idi. O istər insanlığa, istər ailəyə qarşı, cəmiyyətə qarşı o qədər məhəbbəti, bağlılığı var idi ki, o hər insanda tapılmaz idi. Balabəyli Elcan var Naxçıvan şəhidlərindən. Bu yaxınlarda da atası dünyasını dəyişdi. Getdik onların evinə. Anası dedi ki, oğlunun maketi var idi evdə. Oturmuşdum belə, gördüm oğlumun iyisi gəlir. Sağ tərəfimdən maketin yanından iyisi gəlir. Deyir, mən bilmədim da, neyniyəm. Deyir, evdə də heç nə demirəm ki, deyərlər ki, oğlu itirib, başı pozulub da. Deyir, durdum yaxına, gəldim. Deyir, oğlumun iyisi o qədər mənə vurur ki, bilmirdim. Deyir, çağırdım oğlumu, ikinci oğlunu çağırıb ki, Elçingə oğlum, deyir, qardaşın gəlib evdədir. Deyir, gəlir ki, ana, bilirəm, başa düşürəm ki, oturaq qardaşıma bir Quran oxuyaq. Deyir, vallah başım pozulmayıb, oğlum gəlib evdədir, oturub buradadır. Deyir, həmin vaxtı rəhmətli atası var idi, Vasif müəllim, onu da çağırdı. Deyir, Vasif əmimə dedim ki, gəbax Elcan gəlib. Deyir, mən də tərəddüd elədim. Deyir, amma gəldim yaxına ki, Elcanımın qoxusu gəlir evdən. İmenli şəklin yanından, maketin yanından. Deyir, bilmədim də, özümü saxlaya bilmədim. Keçdim, deyir, kənarda ağladım ki, yoldaşı da görməsin. Deyir, gəldim gecəni yatdım yuxuda. Deyir ki, ata ilə darıxmışdım sizdən yana. Elə gəlmişdim sizi görəm da. Ya, o qədər deyir, hər dəfə deyir, gəlirlər. Sual verirdilər ki, şəhidlər bəs qayıdırlarmı evlərinə? Ki, əlbəttə qayıdırlar. Həmin o dövrdən sonra, onun atası ilə danışığımızdan sonra üstündən 2 gün sonra onun atası da dünyasını dəyişdi. Allah ruhlarını şad eləsin. Allah hər ikini, Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin. Allah ruhlarını şad eləsin. Ruhlarını bizim xalqımıza duaçı qərar versin. Elə sizin ağzınızdan bir dua eşidək, proqramımızı yekunlaşdıraq. Bu il qələbəmizin 5-ci illiyi idi. Bu il biz xalq olaraq birlik olduq, cəm olduq. Yenidən əzan səslərini eşitdik. Uca Allahdan diləyirəm ki, şəhidlərimizin ruhunu şad olmasına, Uca Allah şəhidlərimizin ruhunu şad eyləsin. Amin. Yaralı qazilərimizə şifa versin. Amin inşallah. Ailələrinə, yaxınlarına səbir versin. Şəhidlərimizin şəfaətindən bizi bir nəsib etməsin Uca Allah. Allah ordumuzu, Ali Baş Komandanımızı qorusun. Amin. Allah hal-yədə vətən keşiyində olan zabit, gizir əsgərlərimiz var. Onları da qorusun. Amin. Və sağ-salamat çatmaqında evlərində köməklik eləsin. Amin. Uca Allahdan bir daha millətimizə müharibə göstərməsin və heç bir qapıya şəhid xəbəri gəlməsin. Amin. Allah razı olsun sizdən. Hacı, çox təşəkkür edirik sizə. Əziz və gözəl izləyicilər, bir daha uca Allahdan şəhidlərimizə rəhmət diləyirik. Allah ruhlarını xalqımıza duaçı qərar versin. Qazilərimizə Allah can sağlığı versin. Bu qələbədə, bu zəfərdə hər kəsin ki, əməyi var, zəhməti var. Kimisi canın verib, şəhid olub, kimisi canın verib, qazi olub. Və burada Ali Baş Komandanı unutmaq olmaz, ona da can sağlığı diləyirik və sizə də can sağlığı diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, sağ olun.